bunu demək istəyirəm ki, bax mənim özüm yarış azlaşdıran, bax 2 ayımda 10.000 manat pul istəyir mənə. Mənə 10.000 manat pul lazımdır. Qardaş mən istəmirəm, amma mənə verməyin. Amma bir idmançı ki hazırlaşır yarışa, bunu demək istəyirəm. Hazırlaşır ki idmançı yarışa, bu qədər buna maliyyəti var. Həzinəsi var, pulu var. Yəni siz bu uşağa pul verdiyiniz zaman deməyin, ya bu 200 manat qoyacaq və get nəsə bir şey alarsan. Qardaşım 200 manat heç nə lazım deyil bu. 200 manat sən versən ona, o vitamin almayacaq 200 manatdan. 200 manat qoyacaq cibinə ki, məşqə gəlib gələndə, məşqdən çıxanda en azı avtobusla, metro ilə yox, taksi ilə getsin ki, soğuq vurmasın biləsinə. O 200 manat ona istifadə edəcəkdir. Bir də belə şey var, yəni bizim bəzi idmançılarımız da gedirlər, misal üçün, yüngülvari solda, sağda vuruşurlar, onlara da dəstək istəyirlər. Qardaşım, şimdi sizə dəstək verməkdənsə, bir dənə böyük Glorda döyüşən insan, UFC-də döyüşən insan və ya başqa bir təşkilatda döyüşən insanlar, onlar daha ön planlarda axı. Onlara dəstək vermələri daha yaxşıdır, ta ki siz. Birinci onlara dəstək versinlər. Əgər elə bir idmançılarımız yoxdursa, təbii ki, sizə dəstək versinlər. Mənim dediyim bu, məsələ, 2 ayının... O zaman idmançılarımız da var. Amma digər yarışlarda, burada Qıraqda, Türkiyədə, Gürcistanda, nə bilim, belə bizim yaxın ölkələrdə... O elə bir məbləğ o qədər eləməz, ancaq yüngül məbləğə dəstək ola bilərsin. Yaxın məmləkətlərdə, məsələn, döyüşlər, bunlar 2000 manat, 3000 manatdan bunlar yaxşı dəstək verərsə, bayrağımızı qaldırarlar. Düzdür. Yəni, bu bizim bütçəmiz, yəni deyirəm ki, çox verməyində, yəni, mamısı odur da. Soyudmanızda gedər deyə, niyə az deyibsən axı? Yəni, nə var onu olaraq danışıram, yəni, heç yasının haqqına girmək lazımdır.